Hörmətli izləyicilərim, bu ev tək daş divardan ibarət deyil. Bu ev statusdur, bu ev səviyyədir. Hər detalında zövq gizlənmiş, keyfiyyət, zövq abidəsi sizə təqdim edirəm. Dənizlə birbaşa əlaqəsi olan, dənizə xüsusi çıxışı olan, kadrdan gördüyünüz bu villa eksklüziv olaraq Tural Əfəndinin təqdimatında məhz sizlər üçün. Qarşısı alınmaz görünüş, villadan dənizə birbaşa çıxış. Bu mənzərə pulla alınmaz və satılmaz. Bu dünyanın cənnəti. 50 sotun içərisində nələr yaradılıb? Sadəcə seyr edin, çayları qarışdırın, sizə möhtəşəm bisetka təqdim edirəm, dəyərli izləyicilər. Burada olan o əzəmət, detallar, rahatlıq, komfort insanı huzura bəxş edir. Bu huzurda mən susuram, bisetka danışır, sizi villanın ahəngi ilə baş-başa buraxıram. Infinity hovuz yanında ocaq kənarı relaks. Düşünürəm ki, bu villada olan elementləri bir-bir sadalamaq absurd olar. Hörmətli izləyicilər, məndən də 100 dəfə yaxşı bilirsiniz. Sadəcə sizə vizual təqdimat edirəm. Bura giriş hissəsidir, arxadan olan görünüşdür. 1400 kvadrat sahədir, 4 mərtəbədən ibarətdir. Sağ hissədə 7/24 qorunan mühafizə otağıdır. Bura isə maşın qarajıdır. 4 mərtəbəli villanın birbaşa ikinci mərtəbəsindən sizə təqdim edirəm. Hər mərtəbə, dəyərli izləyicilər, 350 kvadratdır. İkinci mərtəbədə olan komfort və şərait, elementlər göz oxşuyur. Özənlə yığılmış mətbəx zonası. Villanın hər iki tərəfdən giriş qapısı var və burada yataq otaqlarını sizə təqdim edirəm. Villa tamamilə ağıllı sistemdir. Burada gördüyünüz hər şeyi pultla idarə olunur. Hətta suyun çirklilik dərəcəsi, isti və soyuğuna qədər telefonla idarə etmək mümkündür. Villanın idman zonasıdır. Bu villa həkimlərin məsləhət gördüyü villadır. Bu dünyada bu həzzi doya-doya yaşamadan köçüb getmək adamın gözü qalar bu dünyada. Hörmətli izləyicilərim, bura birisinin otağıdır. Bura dincəlmə otağıdır. Bərbər, pedikür, masaj, bəli. Həmin otağıdır, bax bura. Müalicəvi kreslodur, duz daşı. Xüsusi özəl tasarımdır. Bura villanın 3-cü mərtəbəsidir və burada da özünə məxsus yataq otaqları, teras, birbaşa dənizə olan o mənzərə. 4-cü mərtəbədir. Dəyərli, hörmətli izləyicilərim, bura sondur. Mən sizə sonluğa doğru yenə möhtəşəm bir komfort və şərait təqdim edirəm. Gördüyünüz bu hissədə geniş bir Amerikanski teras var ki, həmən terasdan da birbaşa yenə dənizə baxırsan. Təbriz layihəsini görürsünüz hal-hazırda. Hörmətli izləyicilərim, buranın gələcəyi möhtəşəm olacaq. Bura Pirşağı dəniz yolu deyirlər. Burada yatırım eləsəz, bu villanı alsaz, 10 qat üstünə artım xeyir gətirə bilər. Mən sizə söyləmədim dünya markası olan mərkəzi havalandırma sistemini. Bu villada gördüyünüz hər şey pultla idarə olunur. O detallara toxunmadım ki, hörmətli izləyicilər, siz gəlib baxanda biraz da sürprizli məqamlar saxladım sizin üçün. Bu eksklüziv villanın ön hissəsidir və bu eksklüziv villaya sahib olmaq üçün nömrəyə zəng eləyin. Buyurun, alan peşman olmaz. Analogu olmayan bir villa təqdim etdim sizə bu günlərim. Sağ olun, var olun.